Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman aparatı və Naxçıvan Müəllimləri İnstitutunun birgə təşkilatçılığı ilə Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşan Məmmədov çıxış edərək ümumilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın ilk milli konstitusiyasının ölkənin müstəqilliyini və demokratik inkişafını təmin edən əsas hüquqi sənəd olması barədə məlumat verib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili aparatının şöbə müdiri Vahidə Bayramova bildirib ki, 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenliyi ilə elan edilməsi, konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətlər hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Sonra müvəkkil aparatının əməkdaşı Nurayna Kərimovanın Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının qarantıdır. Naxçıvan Müəllimlər İnstitutunun ümumi işlər üzrə prorektoru Xəyal Camalovun vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş əsas vəzifələri, İnstitutun tələbəsi Aysuman Rüstəmovanın müasir Azərbaycan dövlətçiliyinin hüquqi və ideoloji təməli mövzularında çıxışlar dinlənilib. Sonda Dövlətin Əsasları adlı videoçarx nümayiş olunub.